Ya Allah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ve huve hayru nasirin ve mu'in. Allahümme veffikna bittefahhum ve tefhim. Keçən dərs keçdik fe'l-i sulasi mücərrədə artırılan hərflər barəsində fe'l-i sulasi mücərrədin və ismi sulasi mücərrədin əbniyyəsini dedik ki, fe'l-i sulasi mücərrəd 3 hərfli fe'lə deyərlər. O fe'li ki, onda artıq hərflər olmasın. Və fe'l ya 3 hərfli olar, ya 4 hərfli olar. 3 hərfliyə sulasi deyərlər, 4 hərfliyə rubai deyərlər. 5 hərfli fəqət ism olar. 5 hərfli fəqət ismimiz olar. Və dedik ki, onlara fe'lə və yaxud da ismə artırılsa 10 dənə hərf artırılacaq. Və o 10 dənə hərfin artırılmasını bir kəlmə ilə gətirdi, işarələndirdi. Səəltumuniha. Səəltumuniha. Yəni bu səəltumuniha kəlməsini müqəttəə hərflərlə yazsuq, o hərflərdir ki, yəni onlar fe'lə artırıla bilər. Hə? Və o hərflər, yəni artırılmasına baxmayaraq, bəzi hallarda ola bilər ki, o hərflər əsli hərflərin özləri də olsun. Bunu keçdik. Və gəldik, yetişdik əbniyə-i əf'al-i sulasi mücərrəd. Sulasi mücərrəd feillərin binalarına. Həmin o binalar, dedik ki, sulasi mücərrəd feilləri, yəni 3 hərfli, zaid hərfi olmayan 3 hərfli feillərin binası 6 dənə babdan ibarətdir. 6 babdan ibarətdir. 6 babdan artıq olmaz. O 6 bab hansı idi? Fəələ düdüyü 3 vəzində gələr. Yəf'ilu, yəf'alu, yəf'ulu 3 vəzində gələr. Yəni fəələnin 3 dənə müzarisi, 3 cürə müzarisi olar. Ya eynul feili məftuh olar, ya eynul feili məksur olar, ya eynul feili məzmum olar. Fəilənin düdüyü 2 dənə müzarisi olur. Ya yəf'ilu, ya da yəf'alu. Fəilə, yəf'alu, fəilə, yəf'ilu. Hə? Eynul feili ya məksur, eynul feili ya məftuh. Bu da oldu 2. 3 əvvəldən 2 bu, 5. Hə? 6-cısı hansı idi? Fəulə. Fəulənin düdüyü müzarisi fəqət bir vəzində gələr. Yəf'ulu vəznində gələr. Aydındır, yəf'ulu vəznində gələr. Ki, bu da oldu 6. Yəni, buna deyərlər əbniyə-i əf'al-i sulasi mücərrəd. Sulasi mücərrəd feillərin binası. Sulasi mücərrəd feillərin binası. Yəni, sulasi mücərrəd feillərin binası bu 6 babdan xaric deyil. Ancaq bu 6 babda gələ bilər. Fəalə yəf'alu, fəalə yəf'ilu, fəalə yəf'ulu. Fəilə yəf'alu, fəilə yəf'ilu. Fəulə yəf'ulu. Aydındır? Yəni, bu vəzinlərdə gələ bilər. İndi, baxın, deyir ki, və bərin təfsil ki, qofte şod, bu təfsillə ki, deyildi, mazi və muzari sulasi mücərrəd 6 gune است. Mazi və muzarinin sulasi mücərrədi 6 cürədir. Ki, indi dedim onları. Yəni, əz məstərhay sulasi mücərrəd ki, fe'l saxtə və rixtə şəvət, yəni, o məstərlər ki, sulasi mücərrəd fe'li ondan düzəldilir, mazi və muzari əş, onun mazisi və müzarisi bahəm yeki əz an 6 surət əz. Birlikdə bu bir surətdən biridir. 6 surətdən biridir. Yəni, biz hansı məstərdən ki, sulasi mücərrəd feili düzəldək, bu 6 dənə babdan biri olacaq. Ya fəalə yəf'ilu vəznində olacaq, ya fəalə yəf'ulu vəznində olacaq və ilə axir. Ta axir.
Yəni hansı məslərdən düzəldirsən, düzəlt. Sulasi mücərrəd feili istir muzari üçün, istir mazi üçün düzəldirsənsə, yəni fərqi yoxdur. Bu 6 dənə babdan biri olacaq. Ya fəalə yəfilu babında olacaq, ya fəilə yəfulu babında olacaq, ya fəulə yəfulu və digərlərinin. Yəni bu 6 dənədən birində olacaq. Və hər yek əz anhara dər istilah bab quyənd. Bunların hər birisinə istilahda, yəni alimlərin fikir birliyində bab deyərlər. Məsələn, deyirlər ki, bu feil sulasi mücərrəddir. Hansı baba aiddir? Deyəcəksən ki, bu feil sulasi mücərrəddir, fəalə yəfulu babına aiddir. Bu feil sulasi mücərrəddir, fəalə yəfilu babına aiddir. Məsələn, bunun mazisi fəalədir, muzarisi yəfilu vəznində gəlir. Bu fəalə yəfilu babına aiddir. Aydındır? Buna deyirlər sulasi mücərrədin babları. Bu 6 dənə ki saydıq, bu 6 dənə sulasi mücərrəd feillərin babıdır. Fəalə yəfilu babı, fəalə yəfəlu babı, fəalə yəfulu babı, fəilə yəfilu babı, fəilə yəfəlu babı, fəulə yəfulu babı. Aydındır? Bunlar hamısı bablardır. 14 dənə də siğədir. 14 siğədir. 14 siğədir. Məsələn, deyirsən ki, səəltum nə siğədir? Deyəcəksən ki, feil mazi, sulasi mücərrəd, məsələn, muxatəb siğə. Muxatəbdir, müzəkkərdir. Hansı babdandır? Səələ yəsəlu babından, fəalə yəfəlu babındandır. Fəalə yəfəlu babından. Aydındır? Yəni, o siğənin, məsələn, deyək ki, hazır babı, hazır siğəsi idi, müzəkkəri üçün və yaxud da müənnəs üçün. Yəni, müştərəkdir də, müənnəsdə, müzəkkərdə. Səəltum kəlməsi. Fəalə, səələ yəsəludandır. Səələ yəsəlu, fəalə yəfəlu babı. Aydındır? Bab buna deyirlər. Bab özü nə deməkdir? Bab dər lüğət bəmənayi dərəst. Bab lüğətdə qapı mənasındadır. Dər yəni qapı. Bəmənayi dərəst, qapı mənasındadır. Lüğət, məsələn, bəzən lüğət istilahda yəni uyğun gəlir. Bəzən istilahla lüğətin mənası uyğun gəlmir. Qapı yəni ki, giriş mənasında. Elə bir ki, siğəyə giriş oradan başlayır. Elə o babdan da buna bab deyirlər. Aydındır? Yəni biz birincisi tanımalıyıq ki, bu feil ki, məslərdən düzəltmişik bu feili, bu hansı baba aiddir? Fəalə yəfiluya aiddir, ya fəalə yəfuluya aiddir. Bunu biləndən sonra siğəni hallandırırıq da. Məsələn, bunu bilirik ki, bəli, məsələn, səələ fəalə vəznində. Bunun muzarisi nə siğəsində olacaq? Bunun muzarisi olacaq yəfəlu vəznində. Yəfəlu vəzni bir dənə qapıdır ki, giriş eləyək, biz o feili o vəzində hallandıraq. Burada babla vəzin eyni şeydir. Bəli, yox, babla vəzin eyni şeydir. Vəzin çəkidir, çəki daşı. Biz bab ona görə, o vəznə ona görə bab deyirik ki, elə bir ki, bizə kömək eləyir, yəni biz bilək ki, məsələn, bu hansı növə aiddir, hansı növ, məsələn, bablara aiddir. Başa düşdün nətər? Yox. Yox. Demək, bax, vəzin ölçüdür. Bunların hamısı vəzindir. Yəni, bu saydığımız 6 dənə siğa var idi, ya, 6 dənə bab ki var, bunlar hamısı vəzindir. Amma bu vəzinlər niyə görə qoyulub? Bu çəki daşları niyə görə qoyulub? Sən birincisi feili məslərdən düzəltdin. Hə? Məslərdən feili düzəldəndə oldu fəalə vəznində, ya fəilə vəznində, ya fəulə vəznində. 3 vəzindən birində olacaq mazisi, düzdür? Ya fəalə, ya fəilə, ya fəulə. Bunun müzarisini bilmək üçün ya lüğətə baxacaqsan, ya eynul feilinə, ya lamul feilinə, onu biz keçəcəyik. Elə gəlib çıxmamışıq o yerə. Biləcəyik ki, lüğət vasitəsilə biləcəyik ki, bunun mazisi fəalədirsə, muzarisi, məsələn, yəfilu vəznində gəlib bu kəlmənin. Yəfilu vəznində gəlib. Yəfilu vəzn olmasına baxmayaraq, həm də sənin üçün bir dənə babdır, qapıdır ki, sən onun muzarisini biləsən. Başa düşdün? Hansı qapıdan girəcəksən? Bu fəaləyə girmək üçün yəfilu vəznindəki qapıdan girəcəksən, yoxsa yəfulu vəznindəki qapıdan girəcəksən, yoxsa yəfəlu vəznindəki qapıdan girəcəksən. Yəni, bab o baxımdan deyilir. Yəni, bu vəzində olan mazinin qapısı hansıdır? Məsələn, biz evdə 3 qardaşıq. Hə? 3 qardaşıq. Üçümüzün də ayrı-ayrı otaqları var.
Əgər mən istəyirəm ki, sənin otağa girim, sənin otağa girmək üçün sənin qapını tanımalıyam. Hər qardaşında bir 2-3 dənə otağı var. 2-3 dənə otağı var. Mən sənin otağa girmək üçün gərək birinci səni tanıyam. Sonra hansı qapıdan girmək lazımdır və biləm ki, sənə aid olan qapılar hansıdır. Həmin qapıdan girəm. Ona deyirlər bablar. Yəni Mən onda vəzn oldum. yox, sən oldun, elə bir ki, məsdərdən düzəlmiş mazi. Aha. Sənin özünün indi həyatın üçün, gələcəyin üçün müəyyən qapılar da var. Yəni səndən gələcək düzəltmək lazımdır. Sənin həyatına maraqlanmaq belə deyək də, yəni loru dildə deyir, amma bu həqiqət deyil. Məsələn, onun üçün sənin 3 dənə qapın var. Mən bilməliyəm ki, bəli, olur qapılar bablardır. Bu yəfəlu, yəfilu, yəfulu, bunlar bablardır. Həm vəzindir. Yəni elə bir ki, muzarini 14 siğədə hallandırmaq üçün çəkidir. Həm də sənin elə bir gələcəyi bilmək üçün bir dənə babdır. Onlar hamısı vəzindir, vəzin olmalı. Amma fəaləni sən istədiyin muzari vəznində hallandıra bilərsən. Fəaləni Bəli, fəaləni istədiyin muzari vəznində hallandıra bilərsən. hallandıran biri olmalıdır. Bəli, biri olmalıdır. O birini tapmalısan. Həmin o biri babdır. Sən bilməlisən ki, fəalə bu, məsələn, kəlmə ki, fəalə vəznində gəlib, bu kəlmənin muzarisi hansı babdandır? Yəf'ilu babındandır, yəf'ulu babındandır, yoxsa yəf'əlu babındandır? Aydındır? Sən onu bilməlisən. Baxmayaraq ki, bu üçü də vəzindir. Hallandırmaq üçün sənin üçün bir dənə çəki daşıdır. Amma hansı babdan? Yəf'əlu babından, yəf'ilu babından, yoxsa yəf'ulu babından? Hansı qapıdan girəcəksən? Üçü də bu fəalənindir. Amma imenna bu kəlmənin muzari üçün babı yəf'iludur, ya yəf'əludur, ya yəf'uludur. Üçü də ola bilməz. Bir üçündən biri olmalıdır. Buyur. Ustad, burada mən biraz o biri dərsdəki ilə bu biri dərsdə bir dənə tərifi, istiharlı tərifdə biraz çaşmışam. Birinci burada deyir ki, bir yerdə deyir ki, bunlar məvazə adlanır, bir yerdə deyir ki, bunlar mizan adlanır. Müvazinə, yəni ki, vəznə çəkilmiş kəlməyə deyərlər. Mizan, yəni ki, o kəlməni çəkən. Sən onu elə mizan, vəzin kimi tanı. Vəzin, məvzun. Yəni ki, o kəlmə ki, sən onu vəzinə çəkirsən, yəni onu çəkirsən, ona deyərlər məvzun. O kəlmə ilə ki, bu kəlməni çəkirsən, ona deyərlər mizan. Çəki daşı da. Bunu sən elə bu miqdar bilginə. Yəni, onun başqa bir şey lazımdır ki ona. Biri çəki daşıdır, biri çəkilən bir şeydir. Biri kəildir, biri də məkyəl. Mizan, yəni mən belə başa düşürümsə, bu mizan dedikdə, yəni fa, ayn, lam, yəni hərfin özləri nəzərdə. Bəli, hərfin özləri nəzərdə tutur. Fa, ayn, mizan bəli odur. Vəzin də deyibdir, bunun hərəkəti. Vəzin artıq onlar bablardır da. Yəni ki, mən o dediyim sərdən söhbətimiz ona görədir ki, bu bab nə deməkdir? Bab, məsələn, niyə görə deyirlər bunlara? Bab ona görə deyirlər ki, məsələn, fəalənin özüdür. Fəalə bir nəslin, bir kişinin oğludur. Hə. Fəalə bir kişinin oğludur, 3 dənə qapısı var bunun. Sən, məsələn, deyək ki, qırmızı paltarda yaxınlaşsın bu fəaliyə, gərək yəf'ulu babına girəsən, qapısına girəsən. Yaşıl paltarda yaxınlaşsın fəaliyə, gərək yəf'ilu qapısına girəsən. Sarı paltarda yaxınlaşsın fəaliyə, gərək yəf'ulu qapısından girəsən. Yəni, bu babları sənə göstərir ki, sən hansı şəkildə, hansı qapıdan girməlisən. Aydında ona görə bunlara bab deyirlər. Amma bunlar özləri bir dənə vəzindir, 14 siğəni hallandırmaqdan ötəri. Aydındır. Birinci qapını tapacaqsan, hansı qapıdan girəcəksən? Fəalən muzarisi burada nə olacaq? Yəf'ilu olacaq, yəf'əlu olacaq, ya yəf'ulu. Bunu tapdın, ondan sonra o sənin üçün düşür vəzin halətinə. Artıq bunu təyin eləyəndən sonra başlayacaqsan 14 siğəni hallandırmağa. Burada çətin bir şey yoxdur ki. Başa düşdün? Yəni mən ona görə çaşırdım ki, vəzin... Yox, vəzin başqa şeydir, bab başqa şeydir. Bab, məsələn, sən birinci qapını tapmalısan, qapını tapdın, bu hansı babdandır? Artıq o babdan ki, girdin içəri, həmin o babın içində oturan vəzin sənin üçün bir dənə 14 siğəni hallandırmaq üçün çəki daşıdır. Aydındır?
Və dər istilah hər yek əz an şeş surət ra bab qoyandır. İstilahda bu 6 dənə siğənin hər birisinə bab deyərlər. 6 siğənin hər birisinə bab deyərlər. Yəni ki, fəalə yəfəlu, fəalə yəfilu. Bunların hamısına bab deyərlər. Zira hər məstər və madde-i əs-sulasi mücərrəd dər yeki əz anha varid mişəvəd. Çünki hər məstər ya maddə, sulasi mücərrəddən olan hər məstər ya maddə bu 6 dənə siğədən, babdan birindən keçməlidir. Aydındır? Və xaric əz anha nis və bunlardan xaric ola bilməz. Yəni bu 6 dənədən birində olacaq. Və surət-i həftəm nə darıd? 7-ci surəti yoxdur. Elə 6 cür olar. Sulasi mücərrədin 6 cür babı var. Yəni 7-ci bab deyilən bir şeyimiz yoxdur. Sulasi mücərrəd ra 6 bab əst. Sulasi mücərrədin 6 dənə babı var. İndi gəlir bunu təfsilatını danışır. Birinci bab fəalə yəfilu. Fəalə yəfilu babı. در این باب و بابهای دیگر مثالهای از مفرد mazi və muzari və əmr mi avarim. Bu bablarda və digər bablarda mazinin və muzarinin və əmrin müfrədindən misal gətirəcəyik. Yəni təkindən misal gətirəcəyik yalnız. Yəni digər siğələrə girmirik. O digər siğələri özünüz hallandıra bilirsiniz də. Fəqət müfrədindən bir misal gətirəcəyik. Pəs az an məstər əşra gərçi mütəəddid başa zikr mikonum. Deyir, ondan sonra onların məstərləri çox olsa da, mütəəddid yəni çox olsa da. Çox olsa da, mütəəddid yəni ki bir neçə cür. Mütəəddid yəni ədədi çox olan şeyə deyərlər. Əgərçi mütəəddid başa zikr mikon. Məstərləri mütəəddid olsa da, yəni bir çox olsa da, onların məstərlərini zikr eləyəcəyik. Yəni ki, əvvəl biz fəalə yəfilu babından sizə misallar gətirəcəyik. Onun mazisinin müfrədini, muzarisinin müfrədini və əmr-i müxatəbin müfrədini gətirəcəyik və məstərləri də, məstər bir cür olur, məstər neçə cür olur və məstərləri də gətirəcəyik sizin üçün. Yəni ki, biləsiniz ki, bu kəlmənin məstəri nədir? Aydındır? Və bəray təmrini siğəhay digər ra xudutun yad-avər şəvid və deyir ki, bu siğələri təmrini üçün özünüz, yəni bilirsiniz nə etmək lazımdır. Xudutun yad-avər şəvid, yəni özünüz, yəni yaduza salın. Yəni mazini necə hallanır? Məsələn, misal, darabə yədribu. Darabə yədribu fəalə yəfilu babındandır, düzdür? Darabə mazisidir, yədribu muzarisidir, idrib əmri haziridir. Liyadrib yazmayıb, qaibin yazmayıb, müxatəbin yazıb fəqət. Liyadrib əmrin qaibidir, aydındır. Darban və darbətən. 2 dənə məstəri var. 2 dənə məstəri var. Darabənin 2 dənə məstəri var. Darban və darbətən. 2 cür məstəri gələ bilər. Aydındır. Mənası da zədən. Zədən yəni vurmaq. İkinci misal xətəmə yəxtimu fəalə yəfilu. Xətəmə yəxtimu ixtim əmri haziri. Aydın? Xətəmə mazisi, yəxtimu muzarisi, ixtim əmri hazir. Xətmən və xitamən bu məstəridir. Xətmən və xitamən bu məstərləri soruşacağım ha sizdən. Ki xətəmənin məstəri nədir? Xətmən və xitamən gəlib. Darabən məstərindən darban darbətən. Məsələn, deyəcəksiniz. Bu darbanla darbətəndə mən elə bir məstərdə biraz çaşdım. O əvvəlki dərslərdə demiş ki, ustad, zərəbənin məstəri darbun. Aha, o erab baxımından dəyişər. Möhrəbdirlər də bunlar. Möhrəb, darbin də deyə bilərsən. Baxır amilinə. O da məstər. Bəli, o da məstərdir. Yox, elə eyni şeydir. Sən bu axırının hərəkəsini, heç birisinin axırının hərəkəsini götürmə, erabını götürmə. O erab nəhvidə nə cür dəyişir, onu nəhvidə keçəcəksiniz. Məsələn, deyək ki, darb, darbət, bunlar məstərdir də, düzdür. Darbətin də ola bilər, darbətən də ola bilər, dərbətun da ola bilər. Baxır əvvəlinin amilinə. Məsələn, deyirsən ki, darabə darbətən, bu məf'ulu mütləqin gətirib burada sənə. Məf'ulu mütləqin gətirdiyinə görə darbəndir, xətməndir, xitaməndir. Aydındır? Amma fail formasında gəlsə və yaxud da mübtəda formasında gəlsə və yaxud da hər hansısa bir
rəf verən amilin ismi formasında gəlsə, onda mərfu oxunacaq, dərbun oxunacaq, nə bilim, deyək ki, cər hərfi daxil olarsa əvvəldən məcrur oxunacaq, darbeyn. Amma eyni şeydir. Yəni, hamısı eyni şeydir. Aydındır. Bunları nəhvdə keçəcək inşallah. Bunu bura qatma. Bunu sadəcə məf'ulun mütləq formasında gətirib. Daraba darbən, yəni vurdu, bir vurmaq. Və yaxud da, məsələn, darbətən, vurdu, bir vurmaq. Aydındır. Yəni, bu məf'ulun mütləqi müəkkiddir, təkid formasında. Hə. Xətəmə, yaxtimu, ixtim. Məsləri xətmən və xitamən, payandadən, yəni sona çatdırmaq. Xətəmə, yəni xətəmənin mənası, yəni sona çatdırdı, qaybda olan bir kişi. Yaxtimu, sona çatdırır və yaxud da çatdıracaq, qaybda olan bir kişi. İxtim, yəni sona çatdır, xətm elə, yəni bitir. Yəni bu mənada. Üçüncü misal, rəcaə, yərci'u, irci'. Bunun məsləri 4 dənədir. Rəcaə, yərci'u, irci'. Bunun məsləri 4 dənədir. Rəcaə, yəni ki, qaytarmaq və yaxud da qayıtmaq. Rəcaə, yəni qayıtdı. Qayıtdı. Yərci'u, qayıdır və yaxud da qayıdacaq. İrci', qayıt. İrci', müraciət elə. Bizdə deyirlər, müraciət elə. Yəni, qayıt, soruş. Müraciət elə, soruş. Yəni, qayıt onun üstünə. Aydındır. Həmin o müraciət kəlməsi rəcaədəndir. Aydındır. Məsdərləri rucuən, mərcəətən, mərcəən, bir də rucaa. Bunlar məsdərləridir. Niyə mən 4 dənə gəldi ki? O çox gəlir. Elə burada bizə 4-ün sayır. Burada elə bizə yəni ikisini üçün sayır. Lüğətlər var ki, o qədər məsdər yazır ki, bir 10 dənə, 15 dənə. Yəni ki, bunlar hamısı məsdərdir. Yəni, o məsdər olmasına baxmayaraq, bunların hər birisinin öz işlənmə mövqeyləri var. Yəni, hər yerdə də eyni formada işlənməzdir. Mənası bazgəşdən, yəni qayıtmaq, gərdanidən, yəni qaytarmaq. Aydındır. Ya bazgəşdən qayıtmaq, ya da qaytarmaq mənasında gələr. Yəni, hər iki mənada gələ bilər. Sabərə yəsbiru. Yəsbiru. Yəsbirunu yəsbəru oxuya bilmərik. Yəsburu oxuya bilmərik. Sabərə yəsbiru. Fəalə yəfilu babındandır. Səbərə mazisi, yəni səbr etdi, qaybda olan bir kişi. Yəsbiru, səbr edir, qaybda olan bir kişi və yaxud da səbr edəcək. İsbir, yəni səbr elə. Bir dənə məsdər gətirilib. Səbrən. Şəkibayi kərdən, şəkibayi, yəni səbr etmək. Və nəhayət, fəalə yəfilu babının sonuncu misalı, qəfərə yəğfiru. Qəfərə, yəni bağışladı. Yəğfiru, bağışlayır, bağışlayacaq. İğfir, bağışla. Məsdəri 4 cürədir. Məğfirətən,ğufranən, qəfrən vəğufurən, amurzidən, bağışlamaq. Aydındır? Emin aydındır? Çətinliyi bir şey yoxdur ki. Məsələlərin çoxluğu çətinlik. Nə çətinliyi var ki? Məsələləri sadəcə əzbərləyib yadınızda saxlayacaqsınız. Tamam, burada heç. Bir dənə sözə görə 10 dənə məsələ. Bəli, yadında saxladı. İndi hamısını yadında saxlama, yəni lazım olan. Səravnu bu zaman keçdikcə, nəhv oxuduqca, məsələn, digər kitablara müraciət elədikcə, onlarla rastlaşacaqsınız. Onlar yadınıza düşəcək. Biləcəksən ki, bu məsdərdir ya cəmdir. Baxacaqsan, biləcəksən. Cəm-i qillədir, cəm-i kisrədir. Yəni, bunları hamısını biləcəksən. Bunun cəmi necə bağlanır. İndi isim bəhsində bu məsdərlərdən daha çox danışılacaq. Yəni, isim bəhsinə keçəndə. Bu feil bəhsidir deyənə, yəni sənə fəqət dilucu, yəni məlumat verir ki, bax, belə bir şeylər var. Bunun məsdəri budur. Yəni, sabahları səndən soruşsalar, qəfərə hansı kəlmədəndir? Yəni, gözü döyməyəsən ki, bunun məsdəri nədir? Heç olmasa bu 4 dənədən biri ağlığa gələ deyə. Aydındır. Bu, adətən, axırı tənvin fəthi ilə olur məsələ. Yox. Bunun axırı, bunların hamısının, məsdərlərin axırı hamısı möhrəbdir. Yəni, baxır, amil baxımından dəyişər. O, məğfirətən, məğfirətun da ola bilər, məğfirətin də ola bilər, məğfirətən də ola bilər. Bəli, cümləyə görə olur. Cümləyə görə deyəndə ki, amilinə görə olur. Amili nə olsa əvvəlində.
Hə, yəni ona görə dəyişəcək, axırı dəyişəcək. İkinci bab, babı fəalə yəf'ulu. Fəalənin ikinci babı nə idi? Yəf'ulu vəznində gəlsin. Fəalə yəf'ulu babından. Misal, nəsərə yansuru unsur. Nəsərə, yəni kömək etdi. Qaybda olan bir kişi. Yansuru, yəf'ulu vəznində gələcək muzarisi kömək edir və yaxud da kömək edəcək. Bunları özünüz hallandırarsınız da. Yəni, nəsərə, nəsərə, nəsəru, nəsərət, nəsərətə, nəsərnə, nəsərtə, nəsərtuma, nəsərtun, nəsərti, nəsərtuma, nəsərtunna, nəsərtu, nəsərnə, yansuru, yansuranı, yansurunə, tansuru, tansuranı, yansurnə, tansuru, ta axır. Yəni, bu cür özünüz hallandırın, yəni bunları. Ki, yəni diliniz otursun buna. Unsur, yəni əmridir, yəni kömək et. Məsdəri iki cürə gəlib. Nəsrən və nusurən. Yarikərdən, yəni ki, köməklik etmək. Fəalə yəf'ulu babının ikinci misalı. Həkəmə yəhkumu. Da yəhkimu və yaxud da yəhkəmu demək olmaz. Həkəmə yəhkumu. Həkəmə yəhkumu, yəni hökm etdi və yaxud da hökm edir. Muzarisi hökm edir. Uhkum, yəni hökm elə. Məsdəri hukmən və hukumətən. Hukmən və hukumətən. Mənası qəzavətkərdən. Qəzavətkərdən, yəni hökm etmək, qəzavət eləmək. Üçüncü misalı, əbədə yəbudu. Yəbidu deyir bəziləri, yəbidu. Yəbidu olmaz. Əbədə yəbudu vəznində gələcək. Bu babdandır. Əbədə yəbudu. Fəalə yəf'ulu babındandır. U'bud əmridir. Əbədə yəbudu u'bud. Yəni ibadət etdi. Əbədə ibadət edir. Yəbudu u'bud, yəni ibadət elə. Aydındır? Məsdəri üç cürə gətirib. İbadətən, ubudətən və ubudiyyətən. Aydındır? İbadətən, ubudətən və ubudiyyətən. Pərəstidən, yəni sitayiş eləmək, ibadət eləmək, pərəstiş eləmək. Dördüncü misal, fəalə yəf'ulu babından rəzəqə yərzuqu. Demək, rəzəqənin müzarisini yərziqu və yaxud da yərzəqu demək olmaz. Yərzuqu vəznində gələcək. Yərzuqu. Rəzəqə, yəni ruzi verdi, ruzi verdi, yərzuqu, ruzi verir, urzuq, yəni ki, ruzi ver. Urzuq, yəni ruzi ver. Rizgən, rəzgən yaz, bu rizgən olmalıdır bu. Əliflə olmaz mı? Məsdəri rizgən olmalıdır. Və yaxud da ola bilər, bəlkə belə də gəlib, rəzgən də gəlib, rizgən də gəlib. Məsdəri budur. Ruzi dadən, yəni ki, ruzi vermək. Aydındır? Məsdərlərin çoxunu siz yəni lüğətdən tapa bilərsiniz. Yəni lüğətə baxıb dəqiqini yəni öyrənə bilərsiniz. Burada indi əlinə düşəni verib burada, yəni müəyyən bir miqdar ki, məlumatınız olsun. Yəni bu ehtiyac da yoxdur ki, məsələn ehtiyac duyulmur ki, o məsdərlərin hamısını əzbərləyəsiniz. Amma burada yazılanları əzbərləyin hökmən ki, yadınızda qalsın. Heç olmasa, yəni ən azından 2 də 3 də məsdər biləsiniz. Və ən nəhayət, fəalə yəf'ulu babının sonuncu misalı zəkərə yəzkuru. Zəkərə, yəni zikr etdi, yad elədi. Zəkərə, yəni yad elədi. Bir yaxud soruşduğunda təzəkkür nədir? Təzəkkür, yəni yad etdirmək, yadına salmaq. Zəkərə, yəni yad etdi. Yəzkuru, yəni ki, yad edir və yaxud da yad edəcək. Uzkur, yəni yad elə, yaduğa sal. Bunun məsdəri 2 dənədir. Zikrən və tezkarən. Tezkarən yazıb burada. Tezkarən, tezkarən də olar. Tezkarən. Yadkərdən, yəni mənası yad etmək. Aydındır? Biştər əf'al-ı sulasi mücərrəd əz indu bab əst. Deyir ki, bu babın sulasi mücərrəd feilləri bundan daha çoxdur. Yəni burada biştərdir, yəni daha çoxdur. Yəni burada sənə yəni müəyyən bir miqdar. Və besyar əz məsadir dər hər do bab varid migərdəd. Və deyir ki, bu babların hər birisində məsdərlərdən çoxu varid oldu. Varid olur. Məsdərlərdən çoxu bu baba varid olur. Yəni bir çox məsdərləri fəalə yəf'ulu vəznində düzəltmək olur. Aydındır? Yəni bu onu demək istəyir. Yəni daha çox bu baba girmək olur.
Aydındır. Misal bəzi anha, bəzi əz anha məzkur mişəvət. Onlardan bəzisi misalı zikr olunur. Fəalə yəf'ulunun. Deyir ki, misal, bax, fəsəqə yəfsiqu. Hə? Fəsəqə yəfsiqu. Fəalə yəf'ilu babındandır, düzdür? Amma yəf'ulu da gələ bilər bunun muzarisi. Yəfsuqu da gələ bilər. Biz üçündən biri olmadıq. Hə. Bu deyir ki, məsələn, bəzi misallar var ki, bəzi məstərlər var ki, o məstərləri bu baba salmaq olur. Yəni, bu babda işlənə bilər. İndi sən ya bunu yəfsiqu vəznində işlədəcəksən, ya da yəfsuqu vəznində işlədəcəksən. Aydındır. Məsələn, keçən dəfə misal vurdum. Zəbələni zəbulə də oxuyub, ərəb. Zəbələ də oxuyub. Aydın. Onun muzarisini yəzbilu da oxuyub, yəzbəlu da oxuyub. Belə bir şey. Yəni, bu onu deyir ki, bəzi məstərlər var. Baxırsan ki, iki vəzində gəlir onların muzarisi, iki vəzində gələ bilər. Məsələn, bu babdan. Fəalə yəf'ilu vəznindən olan. Deyir, məsələn, bu gələ bilər. Fəalə yəf'ilu vəznində və yəf'ulu vəznində. Muzarisi gələ bilər. Amma hər bir məstər eləməz ha bunu. Fəqət bu sənə misal gətirir ki, bax, bu məstərləri biz bu babda istifadə eləyə bilərik. Aydındır? Məsələn, fəsəqə yəfsiqu və yəfsuqu vəznində gəlir. Fiskən və fusuqən. Elə bir ki, yolunu azmaq. Əzrah dərşodən. Yəni ki, yoldan elə bir ki, azmaq. Fəsəqə yəfsuqu, yəfsiqu və yaxud da yəfsuqu. Fisk fücurda, yəni fisk etdi. Yəfsiqu, yəni ki, fisk fasiqlik eləyir. Fiskən və fusuqən, yəni fasiqlik etmək. Və yaxud da nəfərə yənfiru və yaxud da yənfuru. Yəni, iki dənə muzarisi var. Nəfərə yənfiru və yaxud da yənfuru. Aydındır? Ustad, bəs yənfurun axı nəfurə olmalıydı. Nəyi? Dedi, fəulə ancaq yəfulu vəzində olur da. Niyə? Fəalədə də gəlir da. Fəalə yəfuluda da gəlir. Oradan çıxanıdır da. Bəli, fəalədən çıxan qapıdır. Deyir ki, nəfərə yənfiru və yənfuru. Nifrət etdi, ya nifrət eləyir. Məstəri budur ki, nufurən və nifarən. Duri costən, yəni uzaqlaşmaq. Yəni nifrətin bir mənası da uzaqlaşmaq. Onda ustad, yəfulu vəzində olan bir muzariyə baxsaq, deyə bilmərik də bunun mazisi nədir? Bəli, məsələn, onu deyə bilərik ki, onun mazisi ya fəalə vəznindədir, ya da ki, fəulə vəznindədir. Ya bu fəulədən çıxan Üstündən biridir. yox, ya fəulədən çıxandır, ya da fəalədən çıxandır. Aydındır, yəni bunu ondan bilərik. Qəsərə yəğsiru və yaxud da yəğsuru. Yəğsuru. Yə'siru. Yə'siru. Əsərə yə'siru və yaxud da yə'suru. Məstəri gəlib əsrən və əsirən və isarən. Ləğzidən. Titrətmək. Titrətmək mənasındadır. Əsərə, yəni titrədi. Yə'siru, yəni titriyir. Əsrən və əsirən və isarən, bu da məstərləridir. Əbəqə yə'biqu və yə'buqu. Bunların muzariləri hamısı iki cürədir. Əbqən və əbəqən və ibaqən. Gerikdən əz ağa. Yəni ki, itmək, öz ağasından itməyə. Öz ağasından itməyə deyək. Burada bunları gətirməkdə məqsəd, yəni bunları deyir ki, bunların muzariləri iki cürdür. Bəli, iki cürədir. Bunların yəni həm yəf'ilu vəznində gətirə bilərsən bunların muzarisin, həm də yəf'ulu vəznində gətirə bilərsən. Mənə elə gəlir ki, mən baxıram burada misallara. Burada yəni ki, misalların çoxusu feili lazımdır. Lazım feil. Bunu indi gələcəkdə biləcəksiniz. Beyninizi qarışdırmaq istəmirəm. Mənə elə gəldi ki, bu ancaq onu demək istəyir ki, feil-i lazımın feilləri
muzariləri ancaq 2 cür ola bilər. Fe'li lazimlərdə. Mütəəddi feillərdə isə elə ancaq bir cür olacaq. Çünki bunların əksəriyyəti fe'li lazımdır. Bunun fe'li lazımı gələcəkdə keçəcəksiniz, biləcəksiniz. Müşkülü yoxdur. Nəhayət, anədə ya'nidu və ya'nudu. Bu, yenə də həmçinin anədə ya'nidu, yəf'ilu və yəf'ulu vəzinə gəlib. Məsləri onudən, danesti inkarı həkkərdən, bilərəkdən həqqi inkar etməyə deyərlər. İnad etmək. Deyirlər ha bizdə. İnad etdi filan kəs. Anədə, anədə. Yəni inad etdi, ya'nidu inad edir. Yəni ki, inkar eləyir. Bilərəkdən həqqi inkar eləməyə inad deyərlər. Həşərə yəhşiru və yaxud da yəhşuru. Həşərə yəhşuru da ola bilər, yəhşiru da ola bilər. Həşrən məsdəri, cəmkərdən, yəni toplamaq. Həşərə, yəni qiyamət gününə ruzu məhşər niyə görə deyərlər? Çünki Allah Teala qiyamət-i məhşərdə insanların hamısını bir yerə cəm eləyər. Həşərə ona qiyamət-i məhşər, ona ruzu həşr ona görə deyərlər. Aydındır qiyamət-i məhşərə. Həşərə yəni cəm etmək mənasında. Qatərə yaqtiru və yaxud da yaqturu. Qətrən və quturan. Təng gerifdən, dərciri və həzini. Deyir ki, xəzinəni sıxmaq, yəni ki, təng gerifdən, yəni ki, elə bu boğazını belənci sıxırsan, ha? Məsələn, yığırsan bir yerə, ipdən də dartırsan. Ona təng gerifdən deyirlər. Yəni elə bir ki, meşokun ağzını sıxmırsan, ha? Bax onu. Həsədə yəhsidu və yaxud da yəhsudu. Məsləri gəlib, həsədən və həsadətən. Reşk vərzidən, yəni ki, elə bir ki, həsadət eləmək. Həsadət eləmək. Hənəkə yəhniku və yaxud da yəhnuku. Yehniku yazıb, düzdür o, yehniku, o kəsrəsiz alınmaz. Yəhnukudur. Hənəkən. Əfsar zədən. Əfsar zədən, əfsar, yəni bilmirəm, əfsar zədən bilmirəm nə deməkdir. Hənəkə, yəni baxmaq lazımdır, lüğətə baxmaq lazımdır ki, nə deməkdir. Hənəkə yəhniku, muzarisi 2 cürədir. Qədərə yəqdiru və yaxud da yəqduru. Baxın məslərinə nə qədərdir. Qədrən, qudrətən, məqdərətən, məqdirətən, məqdurətən, miqdarən, qədarətən və qudurətən və qidranən və qədarən və qidarən. Təvanistən. Yəni bacarmaq. Aydındır. Elhamdülillah. Bacarmaq. Təvanistən, yəni qüdrətli olmaq. Adalə yədilu və yədul. Adlən və idlən və idlanən. Bazdaşdən. Saxlamaq. Bazdaşdən, yəni saxlamaq. Zəbərə yəzbiru və yəzburu. Zəbrən məsələn, neveşdən yazmaq. Bax, mən bu heç bilmirdim, zəbərə yazmaq demək. Zəbur, yəni yəqin bundandır. Tamasa yətmisu və yətmusu. Mənalarını da öyrənin, nə bunların? Təmsən, mücamiət kərdən. Yəni, mücamiət eləməyə, cəm olmağa deyərlər tamasa, yətmisu. Harasa, yəni kimdənsə bir yerdə cəmləşmək. Aydındır, bura qədər aydındır. Və cüz inha məsadir besyari həs ki, dər hər do bab varid şodi. Deyir, bunlardan başqa çoxlu məsdərlər var ki, dər hər do bab varid olur. Hər iki baba varid olur. Yəni, fəalə yəf'iluyə və fəalə yəf'uluyə varid ola bilir. Əmri də 2 dənə olacaq. Hə? Əmri də 2 dənə. Əmri də 2 cür ola bilər. Yəf'ilu götürürsən sən muzarisin, əmrini də if'il götürəcəksən. Əgər muzarisin yəf'ulu götürürsən ki, uf'ul eləyəcəksən əmrisin. Və bəzi əz məsadir əz 3 bab və 4 bab umədim. Bəzi dil məstərlər bu 3 babda və 4 babda gəlib.
Çenanki der kitab-hay lüğət müşahidə mişə və necə ki lüğət kitablarında müşahidə olunur. Bax görsən yenə də burada da lüğətə işarə vurdu. Yəni ki biz bunu lüğətdən biləcəyik ki, yəni bu hansı feil bu iki vəznin ikisində də gələ bilər. Yəni fəalə yəfəlu və yəfulu vəznində gələcək. Bunu hardan biləcəyik biz? Yəni biz ərəbin bütün sözlərini bilmirik ki, əzbərdən bilək ki, bu fəalə həm yəfulu vəznində gələ bilər, həm də yəfilu vəznində gələ bilər. Bu sözlərin hamısını biz bilmirik axı. Bildiyimiz ki, var ki, ustad, buradakılar iki vəzində gələ bilər də müzarisi. Bəli, müzarisi kimi. Onun hansını cümlədə işlədəcək? Hansını istəyirsən? Hansını Məna istəyirsən? fərqi olmaz. Xeyr, məna fərqi olmayacaq. Məsələn, bu cümlədə. Bəli. İndi ola bilər ki, məsələn, bəzi məna dəyişiklikləri olsun, onu da gərək ancaq lüğətə müraciət eləyəsən onun üçün. Məsələn, bizim axtarışlarımızda məsələn çox şeylər dəyişib. Baxırsan ki, məsələn, feili bir cürə gətirib, həmin mənada da o gətirdiyim elə öz əsli mənasında da işlənir. Başqa mənada da işlətmək olur. Amma baxır ki, məsələn, o cümləyə, cümlənin məzmununa uyğundursa, elə öz mənasında işlət. Uyğun deyilsə, deməli, orada başqa mənanı nəzərdə tutub. Hə, bəli. O gərək, məsələn, baxasan lüğətə, biləsən. Aydındır. Üçüncü bab, demək, üçüncü bab, bu bir dənə qayda deyib burada. Bu qaydanı hökmən öyrənmək lazımdır. Amma bu qayda özü, burada qayda göstərməsinə baxmayaraq, bu qayda özü də bir şərtdir. Bu sadəcə deyib, belə deyək, bu özü də bir şərti qaydadır. Sadəcə sənin üçün istəyib biraz asanlıq yaratsın, amma biraz çətinlik yaradıb. Fəalə yəfəlu babı. Və hər feyli ki, əzim bab ümədi əst və hər o feyli ki, bu babda gəlib, fəalə yəfəlu babında gəlib, baxın, diqqət eləyin. Eynul feil, ya lamul feili an hərf həlq əst. O feilin, eynul feili, ya lamul feilinin hərfi hölq hərfi olar, boğaz hərfi olar. Sən nədən bilərsən ki, bu fəalə vəznində olan feil, bunun müzarisi yəfəlu vəznində olacaq. Deyir, onu bilmək üçün baxacaqsan eynul feilinə, ya lamul feilinə. Ya o feilin eynul feili, ya lamul feili həlq hərfidirsə, onun müzarisi yəfəlu vəznində gələcək. Boğaz hərfidir. 6 dənə hərf. Bəli. Və həmin o həlq hərfi hansıdır? 6 dənədir. Və hurufu həlq 6 əst. Beyin tərtib. 6 dənədir. Həmzədir, hadır, ayindir, hadı, gəyindi və xadı. Aydındır? Yəni, hansısa feil mazi ki, fəalə vəznindədir, fəalə vəznində olan feilin əgər eynul feili və yaxud da lamul feilinin hərfi bu 6 hərfdən biri olsa, demək onun müzarisi yəfəlu vəznində gələcək. Maraqlıdır, amma hər yerdə olmur belənçi. Hər yerdə olmur. Bu, yəni bir qayda olaraq yazıb bura, amma hər yerdə belədir. Elə feillər var ki, fəalə vəznindədir. Eynul feili həlq hərfidir, amma müzarisi yəfəlu vəznində deyil. Yəni çox var belə bir şey. Bu deyib də, yəni burada deyib, bunu bir qayda olaraq deyib. Yəni bunu yadınızda saxlayın. Bu, yəni çox kömək eləyəcək. Aynul feil və lamul feil həlq hərfi ikisi də gələ bilər. Bəli, gələ bilər. Niyə gələ bilmiş? Yəni bunlar çoxlu işlənən bir şeylər. Bəli, çoxlu işlənən bir şey olduğuna görə qayda formasında yazıb. Amma yəni bu şərtdir. Birdən məsələn bir yerdə gördün, fəalə vəznində bir feil ki, onun eynul feili, ya lamul feili həlq hərfidir. Amma müzarisi tamam başqa bir vəznində gəlib, yəfəlu vəznində gəlməyib. Sən deməyinə ki, nə oldu? Bu 6 dənə hərf demişdi, qayda demişdi. Nətər oldu? Bu feil müzarisi bunun yəfəlu vəznində gəlməlidir. Niyə gəlmədi? Bunu soruşma. Mən deyirəm ki, bəndə deyirəm ki, bu günləri ümumiyyətlə bu danışdıqlarının əksəriyyəti, yəni müəyyən bir, belə deyək də, məlumatdır. Müəyyən bir məlumatdır. Əslində, feili hər hansısa bir məstərdən feili sulasi mücərrədi düzəltmək üçün
istəyir onun mazisi, istəyir onun muzarisi lüğət bilmədən mümkündür. Gərək lüğəti biləsən. Məsələn, indi tutalım ki, sən ay Emin və yaxud da ay Ümid, ya Hacı, siz bilirsiniz, sərfi qəşəng bilirsiniz. Sərfi qəşəng bilirsiniz, amma zərəbədən heç anlayışınız yoxdur. Zərəbə nədir, nədir? Mən deyirəm, darb, məstərdir. Bundan feil-i sulasi mücərrəd düzəldin. Sən sırazu deyəcəksən ki, darbin mazisi darabədir. Sən darbinlə tanışdığın yoxdur axı. Lüğətə bax. Lüğətə baxacaqsan, bunun mazisi nətər gətirib? Darabə. İndi bunun mazisini darabə gətiribsə, sən buna sırazu deyə bilərsən ki, bu yəf'alu ya yəf'ilu vəznindədir bunun muzarisi. Yadribu olacaq, ya yadrabu. Bəlkə yadrabudur, bəlkə yadrubudur. Bəli. Lüğətə baxasın, lüğətə baxmadan, yəni bunu bilmək qeyri-mümkün olan bir şeydir. Fəqət bu günləri, yəni sadəcə siz bu əl-üzdə olan misalların muzarilərini və mazilərini əzbərləməklə bir çox şeyi əldə eləyəcəksiniz. Demək olar ki, həm lüğət öyrənirsiniz, həm də bəzi məsdərlərin sulasi mücərrəddə olan mazisi və muzarisinin vəzinlərini öyrənirsiniz. Və illa əziyyət çəkərsiniz. Məsələn, adam var bugünkü günə qədər gəlir, məsələn, üsul oxuyur. Ayətullah Etimadi dərslərinin birində. Deyir, Molla Sədra deyir, çıxartdı deyir, dərsdən tələbənin birinci üsul oxuyanda ərəfəni ərifə oxudu. Ərəfəni ərifə oxudu. Ərəfəni ərifə oxudu. İndi ərəfə urfdandır da, məsdəri urfudur. Tanımaq. Tanımaq. Məsdəri urfdur. İndi bu tələbə əcəmdir də, ərəb deyir ki, bu hardan bilsin ki, bunun mazisi ərəfədir və yaxud da ərifədir. İndi tələbətdə indi gəlib deyir, ərifə məsələn filan şey filan. Tanıdı filan. Deyib, baba sən üsul oxuyursan, gəlib sən ərəfədə də sən mazinin, sən vəznini səhvsə, dur çıx çölə, çıxardıb çölə. Deyib, bunu eləmək olmaz ki, ərəfə, bu əcəmdir. Bu ərəb deyir, axı, bu bilə ki, bunun mazisi nə vəzində gələcək. İndi baxmayaraq ki, bu qədər oxuyub. Amma düzdür bir tərəfdən ki, əgər o üsul oxuyursa, o tələbə bu vaxta qədər gəlib çıxırsa, bu bilməlidir ki, ərəfənin, urfun məsələn, mazisi ərəfə vəznində olmalıdır, fəalə vəznində olacaq. Aydında ərifə demək olmaz. İndi o qədər olur ki, məsələn, adamın özündə olur. Qayıdırsan, məsələn, gəlirsən, deyirsən ki, həsudə, yəhsudu olacaq, yoxsa yəhsidu, ya. Məsələn, həsələ yəhsulu olur, yoxsa yəhsilu olur. Bunun muzarisi. Həsələ yəhsulu. Ya yəhsilu. Həsələ yəhsulu. Hansından olacaq? Həsələ yəhsilu olar, yoxsa yəhsulu olar? Bu həsələ yəhsulu həmin o vəzinlərə aiddir ki, həm yəhsilu gələ bilər, həm yəhsulu gələ bilər. Yəni, yəhtacu. Məsələn, ihtacə yəhtacu. Bu babdandır. İftial babından. Məsələn, bunların hamısının özünün qaydaları var. Məsələn, indi o qaydaları hamısını gərək biləsən ki, sözlərin hamısını gərək əzbərdən biləsən ki, biləsən bunun muzarisi nə cürə gələcək. Aydındır. Və yaxud da mazisi nə cürə gələcək. Ona görə əl-üzdə nə qədər var, onları əzbərləyin. Əzbərləyin ki, gələcəkdə kitab oxuyanda səhvə yol verməyəsiniz, iştibaha yol verməyəsiniz. Yəni, bunların, yəni əl-üzdə olan miqdarını biləsiniz. Yəni, lüğət bilməsəz, sizin üçün feil-i mazini, muzarini hallandırmaq, düzgün vəzni salmaq mahal olacaq. Aydındır? Ona görə öyrənin bunu. Deyir, bəli, bu 6 dənə hərif, həlq hərfləri bunlardır. Həmzədir, hadır, ayndir, hadır, qəyndir, bir də xadır. Yəni, hər hansısa bir feil ki, onun eynul feili, yalamul feili bu hərflərdən biri olsa, yəf'alu vəznində gələcək onun muzarisi. Fəalə, yəf'alu vəznində gələcək. Amma bu şərtdə ki, fəalə vəznində olsun, mazisi. Mazisi fəalə vəznində olsun, muzarisi yəf'alu vəznində gələcək. Və dər'in şərt faul feil mətrəh nist. Bu şərtə faul feil aid deyil. Mətrəh deyil, yəni ki, faul feilin məsələsi tərh olunmayıb ki, həlq hərfi olsun ya qeyri-həlq hərfi olsun. Dəxli yoxdur, hər nə olur olsun. Faul feilindən işimiz yoxdur. Misal, səələ yəsəlu.
Səələdə eynul feil. Həmzədə həmzədir. Həmzədir. Demək bunun muzarisi yəf'alu vəznində gələcək. Olacaq yəs'alu. İs'əl əmr haziri. Məsdəri olacaq sualən, məsələtən və salətən və təs'alən və səələtən. Səələtən. Porseş kərdən, yəni ki, sual etməyə deyərlər. Aydındır? Qərəə. Qərəə feilinin lamul feili həmzədə həmzədir. Həmzədə həlq hərfidir. Demək bunun muzarisi olacaq yəqrəu. Yəqrəu. Mazisi olacaq iqrəə. İqrəə. Məsdəri olacaq qiraətən və qərən və Qur'anən. Qur'anən, yəni xandən, oxumaq. Aydındır? Quran oxumaq deməkdir. Bir mənası. Zəhəbə. Zəhəbənin eynul feili həlq hərfidir, hadır. Eynul feilidir. Bunun muzarisi olacaq yəzəhəbu. Yəzəhəbu. İzəhəb bunun əmridir. Zəhabən. Zihabən olmalıdır bu da. Zihab. Zihab getmək. Zihab olmalıdır. Zihadan, Darüstaddan belə görmüşdüm. Hə. Məzhəbən və zuhubən. Getmək mənasında. Aydındır? Rəfəhə. Lamul feili boğaz hərfidir. Həlq hərfidir. Ona görə muzarisi yəf'alu vəznində gələcək. Yərfəhu. Yərfəhu, irfəh. Rəfhən və rifhən və rufuhən. Xoş zindagi kərdən, yəni xoş yaşamaq, rifahda yaşamaq. Biz də deyirik ya, rifahda yaşasın insan. Cəalə, yəcəalu, icəal. Cəalə, eynul feili həlq hərfidir. Muzarisi gələcək, yəf'alu vəznində. İcəal, yəni ki, qərar ver. Cəalən, qərar vermək. Qərar dadan, yəni qərar vermək. Mənəə yəmnəu. Mənəə də lamul feili demək, həlq hərfidir. Muzarisi yəf'alu vəznində olacaq. Olacaq yəmnəu. İmnəə əmridir. Yəni ki, mən et. Mənən məsdəridir. Mən et, yəni bazdaşdən, yəni saxla, qoru, çəkindir. Nə bilim, baxır cürbəcür mənalarda işlənir. Mən etmək, yəni uzaqlaşdırmaq, rədd etmək. Fasda da var, mən, qadağan. Bəli, qadağan etmək. Məsələn, yəmtəni'u, yəni ki, mən eləyir, qadağan eləyir, qadağandır. Yəmtəni'u, qadağan olar. Məsələn, yəmtəni'u, məsələn, deyər ki, yəmtəni'u təəxxurul mə'mul ən amil təqəddəməl amil mə'mul əz amil. Məsələn, imtina olunub, qadağan olunub ki, məmul öz amilindən qabağa keçsin. Yəmtəni'u, yəni qadağan olunub. Aydın. Bəhəsə. Bəhəsə. Eynul feili boğaz hərfidir. Ona görə muzarisi olacaq, yəf'alu vəznində olacaq, yəbhəsu. İbhəs, yəni əmr formasıdır. Axtarış etmək, bəhs etmək. Bəhsən, onun məsdəridir. Kavidən, yəni axtarmaq. Yəni, elmi axtarışa deyərlər, kavidən, yəni hər axtarmağa deməzlər. Fətəhə, costucu kərdən də deyərlər axtarmağa fars dilində. Costucu kərdən, kavidən, kavuş kərdən axtarmaq. Yəni, bunların farsisini də bilsiniz, yaxşı olar. Fətəhə, yəftəhu, lamul feili boğaz hərfidir. İftəh əmridir. Fəthən məsdərdir. Quşudən, yəni açmaq. Fətəhə, yəni açdı. Yəftəhu açır. İftəh aç. Şəğələ, yəşğəlu. Şəğələ, yəşğəlu, işğəl. Şəğlən və şuğlən. Eynul feili boğaz hərfidir. Şəğələ, yəşğəlu. Yəni, məşğul oldu. Və yaxud da məşğul olur və yaxud da məşğul ol. Şəğlən və şuğlən məsdəridir. Bekar daşdan. Yəni işi olmaq. Bekar daşdan, yəni iş görmək. Bekar.
Hə də, yox, bekar daşdan, yəni ki, bekar eləmək, məşğul eləmək. Məşğul eləmək. İşsiz deyil. Hə? İşsiz deyil. İşsiz. Bekar bəldir, işsizlik yəni məşğul eləmək, nəyisə zant eləmək bizdə deyirlər. Bekar daşdan, yəni bir şeyə məşğul eləmək, zant eləmək. Başa düşdün, bu mənada gəlir də. Bekar daşdan, yəni bekar eləmək, yəni o mənada yox ki, yəni işsiz saxlayasan. Yəni mən bunu götürürəm, bekar eləyirəm. Yəni bu mənə aiddir, bunu məşğul eləyirəm. Bu yerdə otururam, bu yer artıq bekar elədim. Yəni mən zanit elədim. Biz belə deyirik də, məşğul eləmək. Bizim sözlərimiz ərəb sözlərinə yaxındır, çem farsların sözləri. Nəzəğə, bu yazıb bekar daşdan elə yazıydı ki, məşğul kərdən də. Niyə yazıb bekar daşdan? Yəni, farsısı yaxşıdır da. Bekar daşdan niyə yazırsan? Elə yazın, elə fars dilində də məşğul kərdən deməkdir də. Nəzəğə, yənzəğu, inzəğ. Nəzğən. Nəzəğə, yəni bərğəlanidən bilmirəm nə deməkdir. Nəzğ, bu lüğətə baxmaq lazımdır. Nəzəğə, lamul feili, demək, boğaz hərfidir. Yənzəğu feili muzarisidir. Yəf'əlu vəznində gələcək. Bəxəsə, yəbxəsu, ibxəs, bəxsən. Bunun eynul feili boğaz hərfidir, həlq hərfidir. Muzarisi ona görə yəf'əlu vəznində kasten, yəni azaltmaq mənasında. Bu şeyə nəzəğəyə baxarsınız. Nəzəğə mənasında. Bərğəlanidən, qəlanidən nə deməkdir ki? Qəlanidən heç farsın mən bilmirəm nə deməkdir. Nəzəğə. Nəsəxə yənsəxu. Lamul feili demək həlq hərfidir. Ona görə muzarisi yəf'əlu vəznində gələcək. İnsəx, nəsxən. İnsəxə bir də axırına sükun qoyun, məczum eləyin. Səhv yazıb burada, insəxu yazıb. İnsəx. Nəsxən. Bərdاشtən, yəni ki, götürmək. Məsələn, deyirəm, filan Quran ayəsi nəsx olundu. Yəni ki, əvvəlki hökm götürüldü. Aydındır. Vəssalamu aleykum və rəhmətullah. Bura gedir. İnşallah bunları əzbərləyirsiniz. Allahın izni ilə. Öyrənirsiniz hamısının feil muzarisinə qədər, məslərinə qədər hamısını öyrənirsiniz.